Sual 105. Dəm qazı və karbon qazından ibarət 250 ml qaz qarışığına 100 ml oksigen əlavə olunub, reaksiya başa çatdıqdan sonra qarışığın ümumi həcmi 300 ml olub. İlkin qarışıqda CO-nun mol payını hesablayın. CO az miqdarda götürülüb. Dəyərlər, burada nəyə diqqət edək? Birinci reaksiyaları yazaq. Baxın, bizə verilən nədir? Bizə verilib ki, dəm qazı və karbon qazı. Və bunların ikisinin bir yerdə həcmi də nə qədərdir? 250 ml-dir. Bura əlavə olunub oksigen. Əgər oksigen heç reaksiya girməsəydi, 100 ml oksigen bunun üstünə əlavə olunsaydı, həcm olardı 350 ml. Yəni, bunlar özləri 250, 100 ml oksigen əlavə olunca olardı 350 ml. Amma 300 ml olub. Niyə belə olub? Çünki oksigenin bir qismi burada reaksiyaya daxil olubdur. Yəni, məsələ necə olubdur? Baxın, dəm qazı, üzərinə gəlirəm oksigen qazı, buradan alınacaq karbon qazı. 2, bunun da önünə 2, bunun da önünə 2 atdığımı bitdi. Və mən nə görürəm? Reaksiyadan əvvəl dəm qazı 2 mol idi. Reaksiyadan sonra da karbon qazı 2 mol oldu. Yəni, qısası, bu qarışığın əslində əgər oksigen tamamilə reaksiyaya sərf olunsaydı, artıq qalmasaydı, bizim ilkin qaz qarışığı olan qab var. O qabda qaz artışı müşahidə olunmayacaqdı. Çünki fikir verin bir dənə, oksigen sadəcə burada atom sayın artmağa yaradı. Bizim deməli qabda olan dəm qazı 2 mol idi, alınan karbon qazı da 2 mol oldu. Qısası oksigen bir həcm artışına səbəb olmadı. Əgər həcm artışına səbəb olubsa, deməli o reaksiyaya girməyən hissəsidir. Yəni 250 ml-dən 300 ml qalxıbsa, deməli 50 ml əlavə olmuş 100 ml oksigenin 50 ml reaksiyaya girməyib və qaz qarışığının həcminin artmasına səbəb olub. Reaksiyaya girən hissəsi həcmi artırmayacaqdı, sadəcə atomların sayını artıracaqdı. İndi baxın, 300-dən 250 çıxırıq, baxın 300, çıxıram 250, qalır 50, yəni 50 ml artmağa sərf olunubdur. Sadəcə artmağa sərf olunub. 100 ml oksigen idi. Bunun 50 ml sadəcə qaz qarışığının həcmini artırdı. Reaksiya girmədi. Yerdə qalan hissəsi, yəni 50 ml isə reaksiya girib. İndi hesablayaq. 50 ml oksigenlə reaksiya girmək üçün bizə nə qədər dəm qazı lazımdır? X. Amma mən əmsallara görə görürəm ki, 2 ml dəm qazı ilə 1 ml oksigen reaksiya daxil olur. Buradan da biz X hesablayırıq ki, və deməzsənmi, bu da 100 ml dəm qazı deməkmiş. Qısası, ilkin qarışıqda olan bu 250 ml-in 100 ml bu dəm qazının payına düşür. Onda yerdə qalan, yəni 150 ml də karbon qazının payına düşəcək. Bizə deyir ki, ilkin qarışıqda CO-nun mol payını hesablayın faizlə. Dəyərli dostlar, elə CO-nun mol payı bunun həcm payı ilə eyni şey deməkdir. Ona görə mən elə həcm payını hesablayıram. Həcm payını hesablamaq üçün da CO-nun həcmini ümumi həcmə bölüb 100-ə vuracam. Yəni, 100-ü böləcəm 250-yə, yəni CO-nun həcmini, ümumi həcmi böldüm, vurdum 100-ə. Deməli, bununla bu ixtisar geçsin, bununla da bu ixtisar geçsin, yerdə qalsın 4, 4 ona vurum, elədi 40%. Düzgün cavabımız olacaq 40%. Sual 106. Bizə verilənlər dəm qazı və karbon qazıdır və dəm qazı və karbon qazına ibarət 200 ml qarışıq verilibdir bizə. Baxın, yazıram dəm qazı və karbon qazı həcmləri nə qədərdir? 200 ml-dir. Və bunun üstündə oksigen əlavə olunub. Təbii ki, oksigen karbon qazına reaksiya daxil olmayacaq, sadəcə dəm qazına reaksiya daxil olacaq. Reaksiyana yazıram CO, üstünə yarım oksigen. Burada alınacaq CO2. Dəyərli dostlar, buraya 2 atıram, buraya 2 atıram, əmsallaşdı, bitdi. Və mən nə görürəm? Reaksiyadan əvvəl qabdakı qazın həcmi, deməli CO-nun həcmi 2 mol idi, reaksiyadan sonra da 2 mol oldu. Deməli, belə çıxır ki, oksigen həcm artışına səbəb olmayacaq, oksigen reaksiya girən hissəsi. Sadəcə atomların sayını artırdı burada. Bəs niyə görə 200-dən 250-yə qalxdı həcm? Çünki reaksiyaya daxil olmayan oksigen hissəsi həcmin artmasına səbəb olmuşdur. Yəni, baxın, 250-dən çıxıram 200-ü, qalır 50. Yəni, belə çıxır ki, 50 ml oksigen reaksiya girməyib. Çünki reaksiya girsəydi, həcmi artırmayacaqdı. Onda belə çıxır ki, bura əlavə olmuş 75 ml oksigenin 50-si reaksiya girməyibsə, deməli 25-i reaksiya girib.
25 ml oksigen də dəm qazına reaksiya daxil olub. Bu zaman nə qədər dəm qazı lazım olacaq? X qədər. Amma mən deməli əmsallara baxanda nə görürəm? Görürəm ki, hər dəfə 2 mol dəm qazına 1 mol oksigen reaksiya daxil olur. Onda belə çıxır ki, buradakı X bərabərdir. Deməli nədir? 50 ml. Hə, deməzsənmi bəs? Dəm qazının buradakı həcmi 50 ml, karbon qazının buradakı həcmi 200-dən 50 çıxıram, 150 ml imiş. Bizə deyir ilkin qarşıda CO-nun mol payını faizini hesablayın. CO-nun mol payı ilə onun həcm payı ilə eyni şey deməkdir. CO-nun həcm payını da hesablamaq üçün CO-nun həcmini, yəni 150-ni böləcəm ümumi həcmə, yəni 200-ə və vuracam bunu 100-ə. Çünki faizlə bizə deyir. Deməli, bununla bu ixtisar versin 250-də 2 bölündə eləcək 75 faiz. Sual 107. Deməli, bizə nə verib? Deyir ki, bəs ozonator qazıdır, daha doğrusu ozonator cihazıdır. Bura oksigen əlavə eləmişik. Tabii ki, bu oksigenin bir qismi ozona çevriləcək. Bir qismi isə oksigen şəklində artıq qalacaq. Fikir verin, ozon hissəsinin həcmi, bunu qoyun əmsallaşdıraq, 3-2 yazdıq belə. Deməli, alınan ozon həcmi N-4 qədərdir. Alınan oksigenin həcmi isə, yəni artıq qalan oksigenin həcmi isə, nə verir? Bizə deyir ki, bu 3 litrdir. Baxın dəyərlər. İlkin oksigen N litr idi. Onun, baxın buna birinci olaraq bu N litr idi. Bunun 3 litri reaksiya daxil olmayıb. Belə oksigen şəklində də çıxıb çölə. Yerdə qalan hissəsi, yəni N-3 litri isə ozona çevrilib. Özə nə qədər ozon ayrılıb? N-4 qədər. Şərtdə bunu verib bizə. Mən də bilirəm ki, hər dəfə 3 moldan da 2 mol alınır. Yəni, əmsallara görə. İndi buradan biz tənasübümüzü eləyək. 2-ni vuracam N-3-ə, yəni olacaq 2N-6. 3-ü də vuracam N-4-ə, olacaq 3N-12. Deməli, nə eləyək? Bu 2N-i göndərək bu tərəfə, bu 12-ni də göndərək bu tərəfə. Nə olacaq onda? 12 müsbət olacaq, 6 mənfi olacaq, ona görə burada qalacaq 6. 2N də bu tərəfə keçən sonra mənfi olacaq. 3N-dən də 2N çıxanda eləyəcək N. Qısası N-imiz 6-ya bərabər imiş. Sual 108. 50 ml normal şəraitdə oksigen qazını ozonator cihazından keçirdikdə onun 60% ozona çevrildi. Alınan qaz qarışığının ümumi həcmini hesablayın. Deməli, belə çıxır ki, baxın. 50 litrlik bir oksigenin əgər 60% ozona çevrilibsə, 50-nin 60% eləyəcək 30 litr. Deməli, belə çıxır ki, 30 litr oksigen nə edibdir? Ozona çevrilibdir. Bu da əmsallarını da yazaq. Yerdə qalan hissəsi, yəni 50-nin 30-u belə ozona çevrilibsə, yerdə qalan hissəsi ozona çevrilməyib. Yəni 20 litr isə elə oksigen şəklində də qalıbdır. Ozona çevrilməyibdir. Gəlin də baxaq, hər dəfə 3 litr oksigendən 2 litr ozon alınır. 30 litr oksigendən x litr ozon alınır. X də bərabər olacaq 20 litr. Deməli, belə çıxır ki, 20 litr ozon alınıbdır. 20 litrdə oksigen reaksiya girməyərək artıq qalıbdır. Onda ümumi həcm yekunda olaraq qaz qarışığının ümumi həcmi nə qədər olacaq? 20 plus 20 eləyəcək 40 litr. Sual 109. Kalium xloratın tam parçalanması nəticəsində alınan oksigenin hamısı dəmir ilə reaksiya daxil olaraq 69.6 qram fermi CO4 əmələ gətirir. Götürülmüş kalium xloratın kütləsini, qramlarını hesablayın. Gəlib belə eləyək, 2 dənə reaksiya olmalıdır burada. Birinci reaksiyamız olacaq, deməli, kalium xlor O3 parçalanacaq, alınacaq kalium xlor üstünə yarım O2. 2 bunun önünə 2, bunun önünə 2 atacam və neyəcəm? Bunun önündə 3 atacam, məsələ bitəcək. Bu birinci reaksiyamız. İkinci reaksiyamız dəmirlə oksigenin reaksiyasıdır ki, buradan da alınacaq ferum 3O4 və bunu əmsallaşdıracaq. Bura 3 atacaq, bura 2 atacaq və məsələ bitəcək. Bizə nə deyir? Deyir ki, biz elə ki, məsələyə axırdan əvvələ doğru gələcək. Deyir ki, 69.6 qram ferum 3O4 əmələ gəlib. Nə qədər əmələ gəldi? 69.6 litr. Bunun üçün nə qədər bizə oksigen lazımdır? X mol. Amma bu maddənin əməri 232-dir. Bunun üçün bizə 2 mol nə lazımdır? Oksigen lazımdır. İndi yəni oksijeni hesablayaq burada. X da buradan bərabər olacaq. Bununla bu ixtisar gedəcək dəyərlər. Bu 0,3 eləyəcək. Qısası 2-də 0,3 oranında eləyəcək 0,6 mol oksigen. Deməli,
İndi bizə nə deyir? Deyir ki, götürülmüş kalium xloratın kütləsini hesablayın. Dəyərli dostlar, qısası biz bilirik ki, reaksiya nəticəsində 0,6 mol oksigen əmələ gəlinmiş. O zaman nə qədər kalium xlorat götürülüb? X qram kalium xlorat götürülüb. Amma 3 mol oksigen olanda da 2 vurulsun 122,5 qədər kalium xlorat sərf olunmuş. Bitdi. İndi biz buradan x-i hesablayaq. Burada x hesablayanda x bərabər olacaq. Neyəcək? Bununla bu deməli x-a getsin. Bu qalsın 0,2. Deməli 2-ni vuraq 122,5-ə. Bu da eləcək 245. 245-i də 0,2-yə vuraq. Deməli neyəcək? 245 vurulsun 0,2. Əgər 245 deməli 490 49 qram eləyəcək. X bərabər olacaq 49 qram. Sual 110. Deməli, Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən eləyin. Hidrogen, oksigen. Sintez qazın tərkibinə daxildir. Dəyərli dostlar, sintez qaz özü nədir? Sintez qaz özü CO, H2 qarışığından ibarətdir. Görürsünüz, burada hidrogen var. Oksigen qazı yoxdur. Yəni, burada söhbət O2-dən və H2-dən gedir, dəyərli dostlar. Deməli, H2 sintez qazın tərkibinə daxildir. Qısası bu A fikri birinciyə uyğundur. Kainatda ən geniş yayılmış elementdir. Bu da həmçinin hidrogenə aiddir. B də birinciyə uyğundur. Qələm metalları bilavasitə qarşılıq təsir olur. Bu hər ikisinə aiddir. Yəni C-ni atacaq bura. İkinciyə qısası atmış olacaq. Sonra gəldik. Kosmik gəmilərdə və sualtı qayaqlarda onunla doldurulmuş balonlardan istifadə olunur. Bu oksigenə aid fikir idi. Ona görə D aid olacaq 3-ə. Yanmaya və tənəffüsə kömək edən havadan ağır qazdır. Bu da həmçinin oksigenə aid fikirdir. Ona görə aid olacaq gördüyünüz bu nahiyəyə. Sual 111. Oxşarlığı müəyyən eləyin. Deməli, birinci oxşarlıq nədir? Qələm metallarla hidrogen arasındakı oxşarlıqdır. İkinci oxşarlıq hidrogenlə halogenlər arasındakı oxşarlıqdır. A-da deyir, xarici energetik səviyyədə 1 elektron var. Dəyərli dostlar, qələm metallarının elektron sonluğu NS1 şəklində qurtarır. Həmçində hidrogen elektron sonluğu 1S1 şəklində qurtarır. Xarici elektron təbəqəsində görürsünüz, bir dənə elektron var. Deməli, bu birinciyə aiddir A fikri. Sonra P elementidir. Bunların hər ikisi S ilə qurtarır. S elementləridirlər bunlar. Deməli, halogenlər özləri P elementləridir. Yəni, amma bu gördüyünüz 2 hidrogen və halogenə aid xüsusiyyəti idi. Yəni, bu gördüyünüz B heç birinə uyğun gəlmədi. O sadəcə halogenə aid xüsusiyyəti idi deyə biz nə edəcəyik? Bunu heç birinə aid eləyə bilməyəcəyik. Qısası bu 111-də bu B variantı qaldı boşluq. Sonra gəldik növbəti məsələmiz. Deyir ki, 2 atomlu bəs maddə əmələ gətirir. Bu halogenlərə və hidrogenə aid xüsusiyyəti idi. Yəni, C gördüyümüz, baxın, bu 2 nahiyəsində olacaq. Sonra burada getdi. Xarici enerji səviyyəsini tamamlamağa bir elektron çatmır. Bu fikir də həmçinin həm hidrogenə, həm də halogenlərə aiddir. Çünki halogenlərin elektron sonluğu NS2, NP5-dir. Deməli, bunun oktet olması üçün, yəni NS2, NP6 olması üçün bir elektrona ehtiyac var. Həmçində hidrogen dublet, yəni bir S2 olması üçün bir elektrona ehtiyac var. Qısası bu fikir də hər ikisinə aiddir. C, D deyəcəyik buna. Sonra birləşmələrdə sabit valentlik göstərir. Bu hidrogen və qələm metallara aid xüsusiyyətdir. Hər ikisi bir valentli ola bilir. Sual 112. Bizə deyir ki, uyğunluğu müəyyənləyin. 1 mol maddənin parçalanmasına alınan oksigenin həcmi. A variantındakı reaksiyaya diqqət edin. Burada 2 moldan görürsünüz, baxın 1 mol oksigen alınıb. Onda belə çıxır ki, 1 moldan da yarım mol oksigen alınmalıdır. Yəni, yarım molda eləcək 11,2 litr. Qısası birinci reaksiyamızdan 11,2 litr oksigen alındı. İkinci reaksiyamızdan 1 moldan gördüyünüz kimi 1 mol alınıbdır, yəni 22,4 litr oksigen alınıbdır. Üçüncü reaksiyamızdan 2 moldan 1 mol alınıb, 1 moldan da yarım mol almalıdır, yəni 11,2 litr oksigen alınmalıdır. D variantındakı reaksiyamızdan 2 moldan 3 mol alınıb, deməli 1 moldan da 1,5 mol, yəni 33,6 litr oksigen alınmalıdır. Sonuncu reaksiyamızda 4 moldan 1 mol alınıbdır. Deməli, 1 mol nitrat turşusundan da 4də 1 mol alınıbdır. Yəni, 22,4-də 4də 1-ə vuranda eləcək 5,6 litr. İndi gələ uyğunluğa baxaq. 11,2 litr deməli, oksigen ayrılanlar A və C variantındakı reaksiyalardır. Bura uyğun gəldi A və C variantları. 22,4 litr ayrılan B variantındakı reaksiyadır. 33,6 ayrılan da D variantındakı reaksiyadır.
Y variantındakı reaksiya nəyə uyğundur? Heç bir şey. Sual 113. Uyğunluğu müəyyənləyin 1 mol maddənin parçalanmasına alınan oksigenin həcmi. Dəyərlər, reaksiyalarımıza diqqət edirik. Baxın, 1 moldan birinci reaksiyada 1,5 mol oksigen alınır. Bu da 33,6 litrlik bir oksigen deməkdir. İkinci reaksiyamızdan 0,5 mol oksigen ayrılır. Bu da 11,2 litrlik bir oksigen deməkdir. Üçüncü reaksiyamızdan, yəni C-dəki reaksiyamızdan 1 mol alınıbdır. Yəni bu da 22,4 litr oksigen deməkdir. D variantdakı reaksiyamızdan 4də 1 mol alınıbdır. Bu da deməli 5,6 litr həcmində bir oksigen deməkdir. Sonuncu reaksiyamızdan da yarım mol alınıbdır. Yəni 11,2 litrlik bir oksigen deməkdir. Gəl indi uyğunluğa baxırıq. 11,2 litr olanlar oldu B və Y variantları. B və Y birinciyə uyğun gəldi. 23,4 litr olan oldu C. 33,6 da olan oldu A. Sual 114. Bizə bir cədvəl verib və deyir ki, 1 mol maddələr var. Onların yanmasına alınan oksigenlərin miqdarını verib. Reaksiyalar gəlin bir-bir yazaq. A variantdakı reaksiya bu şəkildədir. Deyir bizə fosfordur. Tamam, fosfor. Üstünə yarım oksigen alınacaq. Burada nə? P2O5. 2 biz bunu əmsallaşdırırıq. Buraya 2 atacaq, burada 4 atacaq, burada 5 atacaq. Biz bu reaksiyadan nə görürük dəyərlilər? Biz bu reaksiyadan görürük ki, hər dəfə 4 mol fosfor yananda nə qədər oksigen lazımdır? 5 vursun 2, 10, 10 da vurum 16 eləyir. 160 qram oksigen lazımdır bizə. Amma mən şərtdə deyib, baxı 1 mol. O zaman 1 molun yanmasında nə qədər oksigen lazımdır? Allah bilir, buna bir x deyək. Dəyərlər, buradan da x-imiz bərabər olacaq 40 qram. Deməli, birinci bu A variantdakı reaksiyadan 40 qram olacaq. 40 qramda nəyə uyğun gəlir? Gördüyünüz bu 40 qram oldu. A variant adını qoyaq, bax bunun yanına. Z-in yanına A-nı qoyduq. Sonra keçdik. Görək B variantdakı reaksiyada vəziyyətimiz necədir? B variantdakı reaksiyada nə verir? Bizə deyir ki, karbon yansın. Tamam, yansın. Karbon yanacaq, alınacaq karbon qazı. Söhbət tam yanmaqdan gedir. Ona görə karbon qazı yazdım. Buna əmsallaşdırmaya ehtiyac var mı? Xeyr. Və biz reaksiyada nə görürük? Görürük ki, 1 mol karbon yanıbdır və 1 mol, yəni 32 qram oksigen lazım olub bizə. O zaman B variantı gördüyünüz bu Y-in yanında dayanacaq. Bunlar getdi. Sonra lityumun yanmasına baxaq. Dəyərlər, lityum yananda nə baş verir? Deməli, lityum üzərinə gəlirəm oksigen. Buradan alınacaq lityum 2O. Və bunu əmsallaşdıranda buraya 2 atacaq, bura 4 atacaq. Məsələ bitəcək. Və mən nə görürəm? Görürəm ki, deməli, 4 mol lityum yananda 32 qram oksigen lazım olur bizə. Bəs görəsən 1 mol lityum yananda nə qədər oksigen lazım olur? Allah bilir, buna bir Y deyək. Y də bərabərdir. 32-ni biz nə edəcəyik? Böləcəyik 4-ə, bu da eləcək 8 qram. Qısası 8 qramdır. Elə bir yerdə yoxdur deyə bu zavallı lityum heç birinə uyğun gəlmədi. Keçək alüminiumun cızdağının çıxmasına, yanmasına. Alüminium üzərinə gəlirəm oksigen. Buradan nə alınacaq? Alınacaq alüminium 2O3 ki, bunun önünə 2 atacaq. Bu eləcək 4, bu eləcək 3. Bitdi məsələmiz. Dəyərlər. Baxın, biz burada nə görürük? Görürük ki, hər dəfə 4 mol alüminium yananda 3 vursun ki, 6, altında vurum 16 eləyir. 96 qram bəs oksigen lazım olur bizə. Bizə deyir ki, bəs 1 mol alüminium yananda nə baş verər? Z qədər oksigen alsın. Z də buradan bərabər olacaq. 96-nı böləcək 4-ə eləyəcək 24 qram. Aha, bu da hardadır? X-a uyğun gəlirdi. Deməli, bu D də uyğun gəldi bu X-a. Son olaraq silisiumu da yandıraq. Silisiumu da yandıranda nə baş verir? Silisium üzərinə yarım O2 alınacaq silisium O2. Buna əmsallaşdırmağa ehtiyac yoxdur və mən reaksiyada görürüm ki, 1 mol silisium yananda 1 mol oksigenə ehtiyac varmış. Yəni 1 mol oksigen də nə qədər eləyir? 32 qram eləyir. Bu da hansına uyğun gəlir? Y-ə uyğun gəlir. Yəni Y-ni də qoyduq Y-in yanına. Sual 115. Bizə bir cədvəl verib, 1 mol maddə verib, X, Y, Z maddələri və yanmasından lazım olan oksigenin miqdarlarını verib. Mən bir-bir bu reaksiyalar üçün yazacağım dəyərlər. Birinci lityumun reaksiyası A variantındakı reaksiyaya diqqət edək. Nə olur? Lityum yanır və burada nə əmələ gəlir? Əmələ gəlir lityum 2O. Ki, bunu əmsallaşdıraq. Buraya 2 atacağım, bura 4 atacağım və məsələ bitəcək. Və mən burada nə görəcəm dəyərlər? Görəcəm ki, bəs deməzsənmi 4 mol lityum yananda 1 mol, yəni 32 qram oksigenə ehtiyac varmış. Bəs 1 mol lityum yananda nə qədər oksigenə ehtiyac var? Allah bilir, buna bir x deyək. Allahın izindən biz də bilirik ki, x bərabər olacaq. 32-ni 4-ə böləcək, eləyəcək 8. Qısası 8 qram oksigen. Bu hara uyğun gəldi? Gördüyünüz B-yə, Y-ə uyğun gəldi. Bu hissəyə uyğun gəldi. B. Daha sonra B nəymiş? A.
Deməli, A uyğun gəldi Y-ə. Bu getdi. Sonra silisiumu yandıraq. Silisium yanması da bu şəkildə olacaq dəyərlər. Yəni B variantdakı maddənin yanması. Silisium üzərinə gəlirəm. Oksigen. Alınacaq silisium 2O və daha sonra silisium O2. Və buradan nə görəcək dəyərli şagirdlər? Biz görəcəyik ki, buradan 1 mol silisium yananda onsuz da elə 1 mol, yəni 32 qram oksigen lazım olur. Qısası bu da uyğun gəlir hara? X-a uyğun gəlir. Bu 32 X-a uyğun gəldi. Sonra keçək magnezium yandırmağa, yəni C-ni yandırmağa başlayaq. Magnezium yananda nə baş verəcək? Magnezium üzərinə gələm oksigen, alınacaq magnezium O, 2 bunun önünə 2, bunun da önünə 2 atdığımı bitdi məsələ. Və mən görürəm ki, hər dəfə 2 mol magnezium yananda 1 mol, yəni 32 qramlıq bir oksigen əmələ gəlirmiş, daha doğrusu sərf olunurmuş. Bəs görürsən 1 mol magnezium yananda nə qədər oksigen sərf olunar? Buna bir Y deyək. Y də buradan bərabər olacaq 16. Qısası 16. C variantda 16 olan, yəni Z-də uyğun gəldi. Keçək alüminiumun yandırılmasına. Alüminium yanında nə baş verəcək dəyərlilər? Alüminium üzərinə gələm O2. Buradan alınacaq alüminium 2O3. 2, bunun önünə 2, bunun önünə 4, bunun önünə 3 atdığımı məsələ bitdi, öldü söhbət. Və mən reaksiyadan görürəm ki, hər dəfə 4 mol alüminium yananda 3 vursun 2, 6, altında 16-ya vuracaq. Eləcə 96 qramlıq bir oksigen sərf olunur. Bəs görəsən 1 mol alüminium yanarsa nə qədər oksigen sərf olunur? Buna bir nə deyək? Z deyək. Z də buradan bərabər olacaq. 96-nı böləcəyik 4-ə, bu da eləcək 24 qram. 24 qram var mı məsələmizdə? Yoxdur, təəssüf edirəm, alüminium bizi bağışla. Gəldik sinkin reaksiyasına. Dəyərli dostlar, bu sink də yananda nə baş verir? Sink üstünə yaram oksigen, alınacaq sink O. Və bunu abra salaq. Buraya 2 atacaq, buraya 2 atacaq. Məsələ bitdi və mən nə görürəm? Görürəm ki, 2 molluq bir sink yananda 1 mol, yəni 32 qram oksigen sərf olunurdu. Bəs görəsən 1 mol sink yananda nə qədər oksigen sərf olunur? Allah bilir, buna da bir T deyək. T də buradan bərabər olacaq. 32-ni 2-yə böləcək, eləcək 16 qram. Qısası bu da uyğun gəldi. Bu Z hərfi